Qardavi rahimehullah buyurur ki, husnul xuluqi, gözəl əxlaq. Gözəl əxlaq odur ki, gözəl əxlaqı tərif edir. İnsanın mülayim xasiyyətli olması, yumuşaq təbiətli olması, güləriz olması, az inciyən və xoş sözlü olmasıdır. Gözəl əxlaqlı olmaq nə deməkdir qardaşlar? İnsanın mülayim xasiyyətli olması, yumuşaq təbiətli olması, gülər üzlü olması, az inciyən olması və xoş söz olmasıdır. Və budur gözəl əxlaq. Və həmçinin buyurur ki, Qaləl Əhnafu İbn Qeysin, deməli, Əhnəf İbn Qeys rahimehullah deyir ki, Ələ uxbirukum bi ədva iddə, sizə xəstəliklərin ən ağırı barəsində xəbər verirmi? Deyirlər ki, qalu bələ, əlbəttə, xəbər ver, bundan xəbər tutaq. Buyurur ki, qalə əl-xuluqud dəni vəl-lisanul bədi. Buyurur ki, aşağı əxlaq, yəni xəstəliklərin ən pisi aşağı əxlaq və söyüşçül dildir. Yəni insanın ədəbsiz kəlmələr işlətməsi. İnsan üçün, insan üzərinə baş verən ən ağır xəstəliklərdəndir qardaşlar. Aşağı əxlaq olması insanın və dilinin Allahı razı salmayan o kəlmələri ifadə etməsidir. İstər bu qəzəb anında olsun, istər hansı halda olursan olur. Heç bir hal sənə üzr qazandırmır ki, sən yəni bu cür dilini pis sözlərlə məşğul eləyəsən. Və həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, özünün iman kitabında, Mə həmməl abdu bihi minəl qavlil həsəni vəl-amelil həsəni fə innəmə yuktəbu ləhu bihi həsənətun vahidə. Buyurur ki, Şeyxülislam, qulun niyyət etdiyi hər bir gözəl söz və gözəl əməl üçün ona mütləq bir səbəb var. Və buyurur ki, əgər bu niyyət sözə və əmələ çevrilsə, onun üçün 10 savabdan 700 qatına qədər yazılır. Və bu da niyyət barədə məşhur hədisə əsaslanır. Və fikir versəz, Şeyxülislam İbn Teymiyyə rahimehullah sözünün muradı, məqsədi nədir? Mə həmməl abdu bihi minəl qavlil həsəni vəl-amelil həsən. Deyir ki, qulun dərdi səri, işi gücü, niyyətində, hələ bu əmələ keçməyib ha, niyyəti gözəldir. Niyyətində nə var? Niyyətində o var ki, gözəl söz və gözəl əməl etmək. Məsələn, sən niyyət etmişsən ki, gözəl söz danışacaqsan. Birisinə gözəl söz deyəcəksən. Birisini Allaha dəvət edəcəksən. Sözlərin ən gözəli Allaha dəvətdir qardaşlar. Və Rasulullah sallallahu aleyhi və səlləmin hədislərini danışacaqsan. Allah Taala'nın ayələrini danışacaqsan. Və yaxud da birini onu düşdüyü sıxıntıdan dilinlə nəsihət edib onu qurtaracaqsan. Bunlar hamısı gözəl sözün əhatə etdiyi hər bir şey. Quran oxuyacaqsan, zikr edəcəksən. Hələ bunu əmələ tökməmisən. Hələ sənin niyyətindədir. Fikir ver. Şeyxülislam deyir ki, hələ bu sənin niyyətində ola sənin artıq bir savabın var. Artıq bir savab yazıldı. Lakin bunu əmələ və sözə gətirsən, sənin qazanacağın savab 10 qatdan 700 qata qədər artır. Hətta ondan da artıq. Və nə qədər olduğunu da Allah Taala bilir.